Bəli, salam aleyküm dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizə Qubçalı həyətinə paştışdı maşın girən və qoşadaş, yataq mebeli qalan, kuxna mebeli qalan, kombisi olan evimizlə istəyirəm sizi tanış edin. Evimizin yerləşmə yeri çox mükəmməl yerdə yerləşir. Demək olar ki, yola bilsiz, yola bir 60-70 metr məsafədə. Dəyərli izləyicilər. Prospektə yaxında. Bəli, gəlin sizə evimizlə tanış edin. Nəzərimizə çatdırın ki, bu ev 9 il öncə necə remont olunubsa, o remontunu eləyib satılıyor. Arxasında yer var. Adi yaşda bildik. Gəl, baba, dəyərli izləyicilər, gedirəm bax. Mənim izləyicilərimə bunu göstərməliyəm axı. Mən də yetim, 3 manatımı qazanmayayım mı? Nəsə, dəyərli izləyicilər, gördüyünüz kimi, bu kombi İstəsən sarımsaq turşusunda üstündə verək. O problem deyil. Gedək zəhmət olmasa. Mənə gətirdim bura, əlim olmayalım. Belə gedir, dəyərli izləyicilər. Siz görmüşsünüz onu bence. Gəlin, zəhmət olmasa. Yerləncəyi də istəsəz, yəni istəyə uyğun saxlamaq olar. Təbii ki, pulunu vermək şərti ilə. Evimiz kürsülüdür, 4 daş, 5 daş kürsüdədir. Belə deyək, bura bizim qapıdan girdiniz, buracan koridor. Başlayaq hamam sanuzerdən. Gördüyünüz kimi, Korolevski Caqquzinəcən var. Bura bizim geniş bir zalımız, əziz izləyicilər. Gördüyünüz kimi, nəzərimizə çatdırım, 9 il bundan öncə necə remont olubsa, elə də qalıb. Bura bizim gözəl, geniş mətbəximiz. Ən əsas, bura bizim bir otağımız, deski, gördüyünüz kimi. Çıxaq zəhmət olun, özüm çox gedməm. Sonra deyərsiniz birdən kommentdə ki, yox, bu balacadır, yox, xeyr, normal. Burada bizim dəyərli izləyicilər, yataq otağımız. Günün bölümündə bazar qiymətindən qat-qat aşağı 70.000 manata. Dəyərli izləyicilər, Qubçalı evimiz satışa çıxır. Birbaşa səhifədəki nömrə ilə əlaqə saxlayın. Sizə bu ev maraqlıca. Takip atmağı, abunə olmağı unutmayın.